Xocavəndin Qırmızı Bazar qəsəbəsinə qayıdanlar arasında Qurbanovlar da var. Uzun illər məcburi köçkün həyatı yaşayan ailə indi doğma yurdunda hər bir şəraiti olan evlə təmin edilib. Harda gəldi yaşadıq, nə bilim, Ağcabəddə, Bakıda, harda gəldi, Beyləqanda. 34 ildən sonra da qayıtdıq Allahın köməkliyi ilə. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizin də canı sağ eləsin. Bizə 2 otaqlı ev verilib, altda da 4 otaqlıdır. Qızımdır, yoldaşımdır mənim. Çox gözəl havası var. Qan təzyiqim vardı, burada qan təzyiqi yoxa çıxıb. Ailənin məşğulluğu da təmin olunub. 2 ay əvvəl onlar üçün yaradılan kiçik təsərrüfat artıq böyüməyə başlayıb. 26 noyabrda da 3 baş inək verdilər. Onun indi biri doğub, yəni balalıdır. İkisi də hələ suvaydı. İnşallah gələcəkdə yəqin ki, indi torpaq da verirlər. Biz də ondan bəhrələnib, heyvanlarımızı artıraraq, onu böyüdərik, ailəmizin, uşaqlarımızın köməkliyinə yetərik. Füzulidə də həyat axarına düşüb. Bura qayıdan sakinlər işlə təmin olunub. Uşaqların təhsili, əyləncəsi üçün hər bir şərait yaradılıb. 2024-cü ildə biz məşğulluq tərəfindən obyektlə təmin olunmuşuq və avadanlıqlarla dönər aparatı olsun, toster olsun, firi aparatı, yəni köftə aparatı, hər bir şey, xadirliklərdə falan hər bir şeylə təmin olunmuşuq. Hazırda hər şey öz qaydasındadır. Yəni qazancımız var. Qeyd edək ki, azad ərazilərə qayıdan sakinlər mütəmadi olaraq məşğulluq proqramlarına cəlb edilir. Onlara öz bizneslərini qurmaqda dəstək göstərilir. Elnur Ələkbərov, Mirəl Əkbər Hüseynov, Natiq Çıraqzadə, ASTV Xəbər.